Hayf ki, panfars və İrançılıq dili ilə danışırıq. Yazar İnsafəli Hidayət. Düzüb qoşan və səsləndirən türk məqalələr. Yazdı Amerika dollarları ilə Azərbaycan adına generallar Amerika xiyabanlarında dolaşıb Azərbaycanı müstəqil edənlər və nələr və nələr. Soraraq yazdım, məsələn, kimlər Amerikadan pul alır? Amerikadan və Amerika dollarından məqsədiz nədir? Kimlər pul alır Azərbaycanı müstəqil etsin? Mən, yəni İnsafəli Hidayət bir örnək, yəni nümunə olaraq 2008-dən Radio Fərdada, farsça radioda işləsəydim, ayda $8.000 alardım. Amma panfarsçılıqla və irqçılıqla müxalif olaraq orada işləmədim. Özümüzə çalışan Günaz TV-də yeri gəldi ayda belə $1.000 çalışdım. Yeri gəldi müftə çalışdım. Tireli sürdüm, amma çalışdım, yazdım, danışdım. Ölüm ayağına getdim, amma yazdım, çalışdım, yazıram da. Minnəti də yoxdur. Amerikada, Avropada, Türkiyədə və Azərbaycan Cumhuriyyətində yaşayan və çalışan Azərbaycanlı siyasi fəalların %90-ı məndən daha ağır işlərlə məşğuldular. Yaşamları da çox ağır keçir. Mən tanıdığım bir adam yoxdur ki, Amerika dövlətinə işləsin ya Amerika dövlətindən Azərbaycançılıq adına düz ya dolayı yoldan pul alsın. Tüm Azərbaycanlı fəalların %90-ı çox zəhmət çəkib pul qazanırlar. Çox ağır işlərlə məşğuldular. Hayf olsun, bir ya iki Azərbaycanlı var ki, Amerikanın və Avropanın büdcəsi ilə çalışan radio televiziyalarda işləyir. Kaş onların sayları yüzlərlə, bəlkə də minlər olsaydı. Bəyən panfarslar Amerika və Avropa medialarında və dövlət işlərində, fikir ocaqlarında çalışarkən bizlərə tay müttəhəm olurlar. Ya İran içində o İran və Fars dövlətinə çalışanlar xəyanətə müttəhəm olurlarmı? Tənqid olurlarmı? Xaricdəki milli siyasi İranda və Fars rejimində həbs çəkmiş, ağır cəzalara məhkum olmuş, ölümdən qaçmış və düşüncə yiyəsi çalışqanlarımızı ittihamlamaq, dırnaqarası Amerika, İsrail, Türkiyə və Azərbaycan Cumhuriyyətinə bağlamaq, İran-Fars faşistlərin təbliğatı və beyin-yuma yaxalama sisteminin sonucudur. Məhəlləsə Fars düşüncəsi və siyasi ədəbiyyatı ilə ittihamlamaq bizim hətta düşüncəli, siyasi, mədəni və hüquqi fəallarımızın arasında belə yayğındır. Onunla belə ki, İran və Farsla düşmən olan hər bir kəs parti və sistem ilə əməkdaşlıq fəxr vericidir. Soruram, Türkün və Azərbaycanın düşməni olan farsçılıq hakimiyyətini yıxmaq üçün kimləri ilə əməkdaşlıq gərəkir? Bu yolda hər bir güclə əməkdaşlıq mübah və həlal deyilmi? Siyasət tarixində hangi bir millət xarici güclərlə bərabər çalışmadan istiqlal ala bilib ki, biz də ikincisi olaq? O halda ki, Azərbaycan və Türkiyə Cumhuriyyətləri xarici və əcnəbi güclər deyirlər, bəlkə öz doğma bacı qardaşlarımız və dövlətimizdirlər. Bir gün gələr ki, onlar bizim arxamızda durarlar, bizim düşmənimizi qırmaqda, bizi qorumaqda, bizim yanımızda durarlar. Bizim haqqımız yoxdur qürbətdə yaşayan iki cüt bir tək millətçi və zəhmət çəkənlərimizi Fars sömürgəsi dili, siyasi, ədəbiyyatı və sistemi ilə küstürək, qırağa ataq. Bu kimə yarar? Kimin istəyidir? Kimə zərər verər? Millətçilərimizi, olsun içəridə ya eşikdə olanları, ittihamlamaq İran-Fars dili düşüncə və medialarından alınan siyasi düşüncə və ədəbiyyatdır. Bir-birimizi ittihamlamaq milli düşüncənin verdiyi dil və söz deyil. Milli dil altında millətçiliklə düşmənçilikdir. Düşmənə siyasi və təbliğatı yardımdır. Əlbəttə ki, Fars işğalı altında yaşayan tutqunların bu haqqı var ki, canlıların işgəncələrdən və ya uzun həbslərdən qurtarmaq amacı ilə sorğu və sual zamanı xaricdəki fəalları qınasınlar. Mənim haqqımda olursa halaldır. Amma bu da o anlamda deyil ki, hər kim ciddi təhdid olmadan ya sorğu-suala məruz qalmadan evində oturub qələmi ilə ya sosial şəbəkələrdə dili ilə xaricdəki partiləri, çalışqanları, yazarları, düşünərləri, zəhmət çəkənləri qaralasın, ittihamlasın, zəhmətlərini daşqalaq etsin. Kimin xeyrinə? Farsın mı?
Əlbəttə, Azərbaycan və türklərin azarkeşləri, milli siyasi və dövlətçilik çalışqanları, partiləri və parti yançıları bunu bilirlər ki, millətimizin bir çoxunun beyinləri fars sistemi ilə yaxalanmış. Bu kəsim hələ də fars dili ilə düşünür, davranırlar. Bu beyni yoğurmuşlar milli çalışqanlarımızı fars düşüncəsi ilə dilə və qələmə alırlar. Hətta onlara tohin edirlər. Bu yol yöntəm panfarsların və panİranistlərin dilidir. Biz türklər, millətçilər, fəallar, düşünənlər və bu tipdə insanlar bu dildən uzaq durmalıyıq. Ona görə də millət və vətən uğrunda cəhad edənlərimiz bu ittihamlayıcı davranışlarla küsməz və meydanı panfars və panİranistlərə buraxmazlar. Heç olmazsa milli fəallarımız İran fars mediasının ittihamlayıcı dili və ədəbiyyatı ilə davranmamalıdırlar. Tərsinə Azərbaycançı və millətçi siyasi ədəbiyyata və dilə sarılmalıdırlar ya da bu dili yaratmalıdırlar.